Psixologiyada ən təhlükəli diaqnoz emosional boşanma. Kağız üzərində evli, eyni evdə yaşayırsan, amma əslində iki yad adamsan. Psixoloqlar buna sakit qatil deyir. Kənardan hər şey normal görünür. Daxildə isə ölüm sükutu hökm sürür. John Gottman illərlə cütlükləri izləyib və ən böyük təhlükəni tapmışdı. Stonewalling, divar hörmək. Bir tərəf susur, qapanır. Qarşı tərəfi yox sayır. Dava edənlərdə hələ ümid var, amma susanlar artıq evliliyin cənazəsini qılıblar. Carl Jung deyirdi ki, şüuraltına çıxarmadığın hər şey tali olaraq qarşına çıxır. İnsanlar uşaqlara görə cəmaət nə deyər deyə yalan danışır. Əsl səbəb başqadır. Yalnızlıq qorxusu. Tək qalmaqdansa iki nəfərlik tənhalığı seçirlər. Erich Fromm Sevmək sənəti kitabında xəbərdarlıq edirdi ki, müasir insan sevgini ticarətə çevirib. İndi evlilikdə bazar iqtisadiyyatı var. Sən pul gətir, mən yemək bişirim. Bu sevgi deyil, bu emosional dilənçilikdir. Hər ikiniz boş, hər ikiniz aç. Esther Perel isə ən ağrılı yerə toxunur, yataq otağına. Ehtiras, təhlükəsizlik və uzaqlıq arasındakı gərginlikdən doğur. Siz isə o qədər təhlükəsiz, o qədər darıxdırıcı olmusunuz ki, alov çoxdan sönüb. Yan-yana uzanan iki robot, hərə öz telefonunda başqalarının həyatını izləyir. Eyni evdə iki ölü kimi yaşamaq, tək yaşamaqdan qat-qat betərdir. Ya bu divarı dağıdacaqsan, ya da bu saxta hüzura bir dəfəlik son qoyacaqsan. Saxta hüzur ruhu yavaş-yavaş öldürür. İndi düşünən adam soruşur, bu sakit qatil sənin evində də gəzirmi? Şərhlərdə yaz. Evimdə var, ətrafımda çoxdur, ya da heç vaxt olmayıb. Və ən vacibi, bu divarı uçurmaq üçün bu gün nə edəcəksən, unutma. Aranızdakı divarı siz tikmisiniz, siz də sökə bilərsiniz. Münasibətləri normallaşdırmaq çox vaxt mümkündür. Saxta hüzur görünməyən zəhərdir.